Allahın salamı olsun sizlərə, dəyərli izləyicilərim. 110 min manata görün bir dənə sənə verirəm. Kərbəla gözlə orada gələm aşağı. Ya Allah. Bu, nə bilim qardaşım. Sən nəyi demək istəyirəm? Aşağında heç ablasaq 3 mərtəbə həyətini bir dənə göstər birinci. Qoy səbirsizləşirəm aşağı göstərməyə. Ona görə bax belə bir həyəti var. Həyətinə rahat maşın daxil olur. Hələ oturmağa da yerin qalır. Evimiz kürsülüdür. Mərtəbələr arası orada monolitdir, yuxarıda monolitdir. Aşağını da saysam 3 mərtəbə sayılır. 110 min manata paket kupsa. Gəl aşağıya bax bir dənə. Birinci aşağı göstərim gəl bura. Bax. Kərbəla monolitə bax. Görsən. Bax belə bir otaq düzəldə bilərsən burada. Burada da bax ikinci, həmişə mənim arzum olub, Kərbəla. Həmişə evimin altında belə bir geniş namaz otağı düzəldim. Allah qismət eləsin inşallah. Mənə də, bütün arzusunda olanlara da. İşığı yandırmamışdım. Gəl. Gəl. Daxil olaq evin içinə. Evə daxil olduq, belə bir hol qarşılayır bizi. Bütün bu kermaqranatla düzlənmiş hissələr hamısı istipoldur. Təkrarən yenə deyirəm, Allah arzusunda olanlara hər birinə belə bir ev qismət eləsin. Kərbəla, gəl zalımıza daxil olaq. Pəncərələr hamısı öz həyətinə açılır. Bura bizim zalımızdır. 110 min manata, mərtəbələr arası monolit beton, 4 otaq, 2 hamam sanuzel. Yeri də dedim ya demədim. Masazırda. Qapının ağzına qədər asfalt. Yarım masadan içərili yerlər deyil. Masanın qurğundan girdin. Birinci arazdan yuxarı qalxdın. Burada qladovkundur. Hamam sanuzel göstərirsən kərbəla. Aşağıdakı hamam sanuzel. Və qalxaq ikinci mərtəbəyə. Qəşəng evdir maşallah. Xeyirli olsun sahibinə də və yeni sahibinə də. Qalxdıq ikinci mərtəbəyə. Qalxan kimi ikinci bir hamam sanuzelimizdir burada. Və belə bir xudmani, bir yataq otağımız. Yenə deyirəm, ucuz inşaat mallarından istifadə olunmuyor. Bu ikinci bir yataq otağımız. Buradan balkona çıxışımız və üçüncü yataq otaqla göstərim sizə və videonu sonlandıraq. Bu da üçüncü bir yataq otağımız. Aşağı mərtəbəni də saysaq 3 mərtəbə sayılır bu Kərbəla. 110 min manata, paket kupça, mərtəbələr arası hamısı monolit beton. Masajın ən gözəl yerlərindən biri. Demək olar ki, girişdir. Girdin, sağa qalxdın, 1 kilometr, 2 kilometr orada. Marşrutla da məsafəsi 150-200 metr olar olmaz. Allah alanı da xeyir versin, satanı da xeyir versin. 114 əmlak olaraq hər bir vətəndaşımızın xidmətindəyik. Allahın amanında olun.